Məşədi İbad Azərbaycan mədəniyyətinin ən tanınmış və simvolik obrazlarından biridir. Bu obraz Üzeyir Hacıbəylinin 1910-cu ildə yazdığı "O olmasın, bu olsun" operettasında yaradılmış və sonradan eyni adlı film vasitəsilə daha geniş auditoriyaya çatdırılmışdır. Məşədi İbad varlı tacirdir. Onun əsas xüsusiyyəti puluna həddindən artıq güvənməsidir. O düşünür ki, var dövlət hər qapını açar və hər problemi həll edər. Savadsız, köhnə fikirli və özündən razı olan bu obraz cəmiyyətin geridə qalmış düşüncə tərzini təmsil edir. Filmdə Məşədi İbad gənc və gözəl Gülnazla evlənmək istəyir. Bu istək sevgi üzərində deyil, pul və məcburiyyət üzərində qurulub. Gülnazın fikri, arzuları və hissləri onun üçün önəm daşımır. Bu məqam vasitəsilə əsər məcburi evlilikləri, qadınların seçim haqqının tapdanmasını və pulun insan münasibətlərində alətə çevrilməsini kəskin şəkildə tənqid edir. Məşədi İbad obrazı eyni zamanda satirik və komik cəhətləri ilə seçilir. Onun danışığı, davranışları və qərarları tamaşaçıda gülüş doğurur. Amma bu gülüş sadə yumor deyil, düşündürən və dərs verən gülüşdür. Üzeyir Hacıbəyli bu obraz vasitəsilə demək istəyir ki, cəmiyyət yalnız pul üzərində qurularsa, bu yol xoşbəxtliyə aparmaz. Əgər belə qoysam, onda qız məndən qorxar. Elə bilər ki, başım ofisiyam. Filmdə Məşədi İbadın planları sonda alt-üst olur. Gənclərin sevgisi qalib gəlir və köhnə düşüncənin məğlubiyyəti açıq şəkildə göstərilir. Bu isə əsərin əsas ideyasını gücləndirir. Sevgi zorla alınmaz, pul insan hisslərini satın ala bilməz. Bu səbəbdən Məşədi İbad təkcə bir film qəhrəmanı deyil. O, Azərbaycan cəmiyyətində uzun illər mövcud olmuş problemlərin canlı simvoludur. Bu obraz bugün də aktualdır və hər nəsil üçün eyni mesajı verir. Dəyişməyən düşüncə inkişafın ən böyük əngəlidir. Bəri bax, bəri bax. Qızın 2 ədaqlısı var. 2? Ha! Qızın 2 ədaqlısı var. Bu nədir Məşədi? Eşitdim qızın 2 ədaqlısı var. Ay Həsənqulu bəy, sənin yanında Rustam bəy demedi ki ya, qızı sənə verirəm. Bəli dedi. Bəs bu neçə ləydir ki, mənim başıma gətirir? Özü də hələ 5000 manat pulumu yeyirdi. Məşədi İbadın yaranma səbəbi. Satira və tənqid. Məşədi İbad obrazı ilə Hacıbəyov o dövrün bəzi sosial problemlərini göstərmək istəyib. Məsələn, qadınların özü seçmək hüququ olmaması, pul gücünə insanların idarə olunması, köhnə fikirli, savadsız varlıların mövqeyi. Bu obraz vasitəsilə tamaşaçıya ironik mesaj verilir. Pul hər şeyi qətiyyən həll etmir və sevgini satın almaq mümkün deyil. Bu səbəbdən Məşədi İbad real insan kimi yox, fikri simvolik tip kimi qəbul edilir. Film və səhnə. 1956-cı ildə çəkilmiş O olmasın, bu olsun filmində Məşədi İbad rolunu məşhur aktyorlar canlandırıblar. Məsələn, Əliyağa Ağayev kimi sənətkarlar bu obrazı səhnələşdiriblər. Yəni obraz kinoda da məşhurlaşıb, amma bu da yeni yaradılmış xarakterdir, real insan deyil. Sən heç qəm eləmə Məşədi. İstəyirsən bu işi mən düzəldim. Düzəlt də, yoxsa əhvalım çox pərişan. Onda 500 manat ver, çünki bu işin bir dağılacaq hərci var. Əşi, vallah mən söküldüm, vallah mən dağıldım ki. Özün bil. Yaxşı, yaxşı. Filmdə Məşədi İbad gənc və gözəl Gülnazla evlənmək istəyir. Bu istək sevgi üzərində deyil, pul və məcburiyyət üzərində qurulub. Gülnazın fikri, arzuları və hissləri onun üçün önəm daşımır. Bu məqam vasitəsilə əsər məcburi evlilikləri, qadınların seçim haqqının tapdanmasını və pulun insan münasibətlərində alətə çevrilməsini kəskin şəkildə tənqid edir. Deyən, bir gözəl bu yanda, bir gözəl də o yanda. Şair də çox gözəl deyil.
bağında gəzəsən, gülü sümbül dərəsən.